Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyəkəl fərəc. Məkasib kitabından 408-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Məkasib kitabında Ğina bölümündədir. Və qeyd elədik ki, Ğina daxildir kəlam bölümünə. Yəni, Ğina yəni batil söz. Ğina yəni böhtan, yalan. Xüsusi keyfiyyətdə olan səs yox. Əlbəttə, bu bir ehtimalıdır. Və dünənki dərsimizdə bir rivayət oxumuşduq və Həzrət bir ayə oxumuşdu. Sözümüz o şeirdə idi. Ceynakum, ceynakum ki, əhl-i sünnə nəzərində budur ki, Peyğəmbər bunu icazə veribdir. Lakin İmam Sadiq əleyhissalam bunu inkar elədi və mərhum Şeyx Murtəza Ənsari bunu bildirmək istəyir ki, ceynakum, ceynakum özü böhtan deyil, ləhv deyil, batil deyil, bir şeirdir. Və lakin burada o xüsusi keyfiyyət nəzərdə tutulubdur. Həzrət Büyük İmam Sadiq əleyhissalam ki, belə şiddətlə onu inkar eləyir. Nəticədə budur ki, bu şeiri ərəblər xüsusi soutla oxuyurdular. Həzrət onu inkar eləyir. Deməli, nəticə etibarı ilə biz bunu ələ gətiririk ki, Ğina istəyir xüsusi soutla oxuyasan və yaxud batil sözlər deyəsən. Hər ikisinə şamil olur. Çünki dəlillərin bir hissəsi görürsən dəlalət eləyir o batil sözlərə, digər dəlillər dəlalət eləyir xüsusi soutla olanlara. Bəs nəticədə hər ikisi haramdır. İstəyirsən batil kəlam deyəsən, istəyirsən xüsusi soutla oxuyasan. Və mərhum şeyx buyurur, فَإِنَّ الْكَلَامَ الْمَذْكُورِ الْمُرَخَّصْ فِيهِ بِزَعْمِهِمْ. Bəs İmam Sadiq əleyhissalamın bu kəlamı ki, dünənki dərsdə oxuduq, o zikr olunmuş kəlam ki, əhl-i sünnə nəzərindən ki, Ğina orada icazə verilib ki, o şeirdə ceynakum, ceynakumda leysə bil batil. Bu batil söz deyil, bir şeirdir. Və ləhvullezine yaksibul imam aleyhissalam ruxsətən nəbi sallallahu aleyhi və aleyhi fihi. Və yaxud buyurur ki, bu söz ki, bu şeirdə var, bu batil deyil və ləhv deyil. O batil və ləhv ki, İmam əleyhissalam onu təksib elədi və onların nəzərində ki, Peyğəmbər icazə vermişdi bunda, Peyğəmbərin rüxsəti var bunda, onları Həzrət təksib elədi və inkar elədi. Və buyurur, فَلَّيْسَ الْاِنْكَارِ الشَّدِيدِ الْمَذْكُورِ. Bəs Həzrət İmam Sadiqin bu inkarı ki, şiddətlə inkar elədi və cəlu ma zəmu ər-rusqa fihi minəlləh bil-batil. Və əhl-i sünnə ki, rüsxəti icazə bildilər. Dedilər ki, Peyğəmbər bunu icazə veribdi.
Və Həzrət İmam Sadiq də ki, bunu inkar elədi. İlla min cəhəti təğənnibi. Bu ləhv və batil cəhətdən deyil. Ancaq qina baxımından. Yəni onlar xüsusi oxuyurdular bir soğutla, o cəhətdən inkar elədi. Nəinki İmam Sadiq buyurdu ki, bu əlfaz, bu sözlər batil sözlərdir, ləhv sözlərdir. O cür demədi. Yalnız və yalnız Həzrətin bunu şiddətlə inkar eləməyinin səbəbi bu idi ki, onlar o şeiri xüsusi soğutla oxuyurdular. O cəhətə görə Həzrət inkar elədi. Nəinki Həzrət buyurdu ki, burada bu ləhvdir və yaxud batil sözlərdir. Yox, belə sözlər, belə şeylərə görə Həzrət inkar eləmədi. Bəs nəticə etibarı ilə bunu əla gətiririk ki, bəs soğutla, xüsusi soğutla oxumaq da qinadır, batil sözlər və ləhv sözlər demək də qinadır. Bu bir rivayət. Və rivayət-i Yunus digər bir rivayətimiz qinanın haramlığına dəlalət eləyir. Birini oxuduq, Əbdüləlanın rivayəti idi. Və rivayət-i Yunus, biri də Yunusun rivayətidir. Qalə Səəltul Xurasani Salavatullahi aleyhi ənil qina. Xurasani, yəni İmam Rıza aleyhissalam. Deyir, mən İmam Rıza aleyhissalamdan Allahın salavatı olsun ona sual elədim qina haqqında. Ki, imamdan soruşdum, qina nə cürdür, həlaldır, haramdır. Və qultu, və Həzrətə belə dedim, İnnəl Əbbasi zə'mə ənəkə tərəxxəsə fil qina. Deyir, mən imama dedim ki, Əbbasi övladlarından bir kişi sizdən sual eləyib qina haqqında və belə güman eləyib ki, siz ona qinanın halal olmağını demisiniz. İnnəl Əbbasi zə'mə ənəkə, o Əbbasi övladlarından olan bir kişi sizdən sual eləyib, belə zənn eləyib ki, tərəxxəsə fil qina. Siz qinada icazə vermisiniz, yəni qinanı halal bilibsiniz. Deyir, mən bunu sual elədim İmam Rızadan. Fəqalə, İmam Rıza aleyhissalam buyurdu, kəzibə zindiq. O kafir yalan danışıbdır. Yəni o kişi gəlib yanıma, amma o zindiq yalan danışıb. Maha kaza qultullah. Bizim onunla aramızda olan söhbətimiz belə olub. Həzrət İmam Rıza burada özü əsli həqiqəti dedi. Və innəma səələni ənil qina. İmam Rıza aleyhissalam buyurdu ki, o kişi məndən qina haqqında sual elədi. Qinanın halal və haram olmağı haqqında məndən sual elədi. Fəqultullah, mən də ona dedim, İnnə rəculən əta Əba Cəfər aleyhissalam. Mən də ona dedim ki, bir kişi gəlmişdi İmam Baqir aleyhissalamın yanına. Fəsələhu anil qina. Qina haqqında Həzrətdən sual eləmişdi. Fəqalə ləhu. İmam Baqir aleyhissalam o kişiyə demişdi, ya filan, ey filan kəs, İza məzzəyəllahu beynəl haqq vəl batil. O zaman ki, Allah batil ilə və haqqı ayırd elədi. Yəni göstərdi ki, cəmaata bu haqdır, bunlar haqdır, bu batildir. Fəynə yəkunul qina. Qina hansı tərəfdə olar? Batil tərəfdə olar, yoxsa haqq tərəfində olar? Deyir, mən İmam Baqir aleyhissalam o kişiyə belə dedi. Dedi, o zaman ki, Allah haqqla batili ayırd elədi,
Məsələn, göstərdi ki, bu olanlar batildir, bu biri olanlar haqdır. Qina hansı tərəfdə olar? Qala məəl batil. O kişiyə də İmam Baqirə dedi ki, qina batilin tərəfində olar. Fəqalə aleyhisselam. İmam Baqir də o kişiyə dedi ki, həsbukə, bu elə sənə kifayət eləyər. Fəqət həkəmtə, artıq sən özün qinanın haqqında hökm elədin. Yəni İmam Baqirin bu sözü nəyə dəlalət eləyir? Buna dəlalət eləyir, qina batildir və batil də ki, haramdır. Həzrət də o kişiyə buyurdu ki, sən özün elə qinanın hökmünü bəyan elədin və hökm elədin. Qina batildir və haramdır. Bax, görürsünüz, bu rivayət də dəlalət elədi qinanın haramlığına, qinanın batil olmağına. Bəs bu rivayətdə aşikar şəkildə qinanı haram elədi və haramlığı bizə göstərdi. Elhamdülillah Rabbil Alemin.